Sono mani sintuazione. Hey! Sono mani sintuazione. Quei momenti fra di noi, i distacchi e i ritorni, da capirci niente poi. Già come vedi, sto pensando a te. That's human contradictions. Filling out the feelings there. There's emotional transitions. And all the memories we've had. Yes, you know it's true. I just can't stop thinking of you. No, I just can't pretend all the time we spent today. I wanna feel it again, alive without that. Confinanti di quella solo che ognuno sta dietro gli steccati, dietro con gli suoi. Sto pensando a te. It's better left together. Oh yeah, but the future. Oh yeah. Me together. Ma la vita poi dov'è, dov'è, dov'è? Yes, you know it's true. I just can't stop thinking of you. No, I just can't pretend all the time we spent today. I wanna feel it again, alive without that. Confinanti non era solo che ognuno sta dietro gli steccati, dietro con gli suoi. What is life without a junior heart? Oh, take my hand and never let me down. Sono mani tutte sono miei. Con le mani io non prenderei. Sì, perché Bu romantik ab-havada sözü verirəm Eldar Qasımova. Eldar, buyurun bu qarşı durma haqqında Çox sağ danışın. ol Azər. Çox parlaqsız ikimizdə, xüsusilə siz xanım. Və Tayis, sizi təbrik eləyirəm, sizi dostum təbrik eləyirəm. Bəzi yəni, dərhal iradlara keçəcəm. Ruslanda biraz bəd momentlər var idi. Amma ümumiyyətlə mən zövq aldım. Həqiqətən çox gözəl bir tandem idi sizdə. Təbrik edirəm. Röya xanım, siz nə dərəcədə zövq aldınız? Uşaqlar, obraza baxanda əlbəttə ki, ikinizin də enerjisi çox gözəl idi. Sizi təbrik edirəm. Amma mənə belə bir hiss etdirdiniz, yəni sizə baxınca. Dedim ki, bunlar 100% məşqdə daha qəşəng oxuyublar. Yəni, məncə. Sizi təbrik edirəm. Zülfiyə xanım, buyurun. Birinci mən xanıma müraciət eləmək istəyirəm. Tayis, o qədər səhnəyə gözəl yaraşırsan ki. O heç. Çok teşekkür ederim. Çox sadə, amma şıqdır. Amma Ruslana da demək istəyirəm ki, o qədər ürəkdən ifa eləyirdi. O səhnəni doldururdu, aktyorluğu ilə, hər bir şeylə. Problemlər əlbəttə ki, hər ikisində var idi. O biraz qaçmalar, sürüşmələr. Bu normal hal deyil. Bu dəfə çünki sizə mən hər bir iştirakçıya demişəm ki, bir dəfə bir mahnı oxuyursunuz və o mahnını əvvələn axıra qədər, sonuna qədər canlı başla çalışıb, işləyib, vuruşub, əlləşib bu bir mahnı ifa eləməlisiniz. Hər ikinizə uğurlar arzulayıram. Könlüm mənim Tayisdən yanadır. Çünki bir də özünə məxsus ifa elədi mahnını. Çıxışında uğurlar.
Çox sağ olun. Murad Arifin gözləri yaman yol çəkir. İndi bir qədər sonra biləcəyik ki, növbəti mərhələyə gedən yolda o kimlə davam eləyəcək, amma öncə qarşıdurma haqqında ümumi fikirlər. İkisi də gözlərini çəkir, yaxşı eləyir. Mən də çəkərdim. Bəli. Özünüz hər şeyi anladınız. Mən tamam başqa bir əhval-ruhiyyədə danışmalıydım indi. Siz məbər elədiniz ki, mən tamam başqa bir əhval-ruhiyyədəyim hal-hazırda. Çox doğru qeyd olundu. İllərin təcrübəsi sözün deyir. Məşqdə daha yaxşı idi. Bu xətalar olmamalıydı. Mən bunu həqiqətən həyəcana da bağlamaq, sizi sığortalamaq da, digər tərəfdən də həyatda hər bir gün, hər bir yarış, hər bir mərhələ özü bir təcrübədir. Yəni siz bu məqamda səhvlərinizi anlamalısınız ki, bunu təkrar etməyəsiniz. Heç vaxt, misal üçün Ruslan, sən unutmurdun, heç vaxt bu səhvləri etmirdin. Ki, intronun üzərinə sən kuplet oxumağa başlayırsan, bənd oxumağa başlayırsan. Bunu məşq eləmədin, gəldin, səhnədə elədin. Sonra ortada Taysə heyran olmuşdun, nədirsə, yenə öz partiyavı qeyd etmədin. Bir 50 dəfə oxumuşuq bu mahnını, bir dəfə də sonuncu kəlmədə, perke ifadəsində xarici yox idi. Onu da gəldi, səhnədə elədiniz. Elə yaxşı ansambl yaranmışdı sizdə məşqlərdə, elə rahat idiniz, elə azad idiniz. Bir-birinizi sanki birinci dəfədə görürdünüz, onu da səhnədə elədiniz. Yəni mən özümü qınayıram əlbəttə ki, mən bilmirəm niyə belə alındı. Axı bu, əgər alınmırdısa biz məşqlərdə mahnını dəyişərdik, başqa bir nəğmə seçərdik. Mən indi elə istəyirəm ki, bütün dostlar o imkanı yaşasın, bir anlıq bizim məşqlərimizə gəlsin və görsünlər ki, onlar bu mahnını necə oxuyurdular. Dostlar, niyə belə elədiniz? Mən məyusam. Mən başa düşürəm, dostlar, mən anlayıram. Biz maksimum empatiya göstərməliyik, biz maksimum anlayıq. Mən əlimdə deyil. Yəni, mən bunu bu dəqiqə edə bilmirəm. Mən çox məyusam. Mən bəyənmədim. Ona görə bəyənmədim ki, sizin daha əla halınızı eşitmişəm. Əla halınızı eşitməyən insanlar üçün əladır. Gəlin, hamımız alqışlayaq. Amma mən bilirəm ki, o deyil. Çox üzr istəyirəm, qəlbinizi qırıramsa, bu dueti sevmədim. Çox maraqlıdır. Ustadın bu tənqidi fikirlərindən sonra seçim necə olacaq? Onu indi biləcəyik, çünki seçim anıdır. Seçim çox asandır. Mən bir əlavə edim. Kim daha az səhv etdi, onu saxlayacağım. O zaman buyurun Murad Arif, seçim vaxtıdır və seçiminizi edin. İstənilən nəticədə mənim əzizimsiniz, doğmamsınız. İstənilən nəticədə gözüm üzərinizdədir və biz bu həyat yolunu bərabər davam edəcəyik. Necə ki, öncəki layihələrdə olan iştirakçılarım, komandamın üzvləri, hələ də onlarla ünsiyyətdəyəm, onların uğurlarına sevinirəm, onları izləyirəm. Amma bu layihə çərçivəsində, bu anadək, bu mərhələyə dək yolumu Tais'lə davam edirəm. Tais Saka, təbriklər. Növbəti mərhələdəsiz. Buyurub keçə bilərsiniz. Yaxşı hazırlaşın. Gələn mərhələ patlatmalıdır bu səhnə. Uğurlar. Təbrik eləyirəm. Sağ olun. Təbrik edirəm. Ruslan üçün hələ hər şey bitməyib, çünki digər 3 ustaddan biri və yaxud da ikisi, daha artığı onu xilas eləyə bilər. Bunun üçün də mən ustadlara vaxt verirəm. Vaxtınız gedir. Bu alqışlar sizindir. Çox sağ olun. Sonda buyurun ürəyinizdən keçənləri deyə bilərsiniz. Hər kəsə təşəkkürümü bildirirəm. Bu böyük bir sınaqdır mənim üçün. Bu proyektdə Murad bəy,
sizə təşəkkürümü bildirirəm. Bu boyda bəndə təşəkkürümü bildirirəm. Orient Express-ə alqışlar. Bir alqışlar gəlsin zəhmət olmasa. Bu proyektdə mən böyük bir dostlar əldə etmişəm. Heç fikirləşmirəm ki, mən uduzmuşam. Xeyr, mən udmuşam çünki dostluq böyük bir məqamdır mənim həyatımda. Bir daha hər kəsə təşəkkür edirəm. Mükəmməl bir şeydir. Mən buradakı olan hissimi bugünə qədər hiss eləməmişəm. Bu mənim arzum idi. Bu arzuma da gəldim, çatdım. Hər kəsə təşəkkürlər. Ruslan, həmişə arzularınıza çatasınız. Biz də gözəl bir ifaçı və gözəl bir dost qazandıq bu layihədə. Təşəkkür edirəm. Çox sağ olun. Uğurlar, Ruslan, uğurlar. Yolunuz açıq olsun. Uğurlar. Sağ olun. Sağ olun. Uğurlar olsun.